Salam əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. Bəli, Trumpın bölgəyə səfəri reallaşdı. Yadınızda varsa, son proqramlardan birində tarixə əsaslanaraq və Həşr surəsindən də bir neçə proqram danışaraq Xeybərin fəthinin, əsl fəthinin yaxınlaşdığına işarə vurmuşduq. Və bundan əlavə qeyd eləmişdik, Trumpın bölgəyə səfərinin səbəbləri nə ola bilər? Artıq bu günlərdə özünü göstərmək üzrədir bu səbəblər, yəni bu səfər günlərində. Və demişdik ki, bəzi proseslərə əsasən Yəmən başda olmaqla müqavimət cəbhəsindən Siyonist rejimə möhtəşəm bir sürpriz, yəni son nokaut zərbəsinə əməlli başlı zərbə zəminə yaradacaq bir sürpriz gözləyirik. Gedişat bizi sürətlə o nöqtəyə doğru aparır. Belə ki, Trumpın səfərində bir çoxlarının diqqətini çəkən bəzi məqamlar oldu. Bugün Telegram kanalımızda da yerləşdirdik bəzi xəbərlərini. Bunlardan biri Trumpın yenə də bir çoxlarının diqqət çəkdiyi nöqtə ərəblərin qanununu alt-üst eləməsi, belə deyək, ayaq altına qoyub hörmətsizlik eləməsidir ki, ərəblər öz sünnəti qəhvəsini gətirir Trumpa və Trump bunu içmir. Təbii olaraq Trump burada həm də dünya medialarına oynamaqla və bir də ərəblərə başa salır ki, siz elə mənim sağmal inəyimsiz və siz aşağısız, mən yuxarıyam. Yenə də təhqir, Firon xisləti, üzə vuran, məcburiyyətdən və çarəsizlikdən üzə vuran, açıq-aşkar bütün dünyaya nümayiş etdirilən, amma yenə də son çarə olaraq və son oyunlar çərçivəsində üzərinə medialarda müxtəlif adlar qoyulan bu Firon xislətləri. Son günlərdə qeyd etdiyimiz daha da mürəkkəbləşən oyunlar fonunda bütün medialar bar-bar bağırır ki, güya Siyonist rejim və Amerikanın arasında soyğulaşma var. Trump güya Netanyahuya xəyanət eləyib, ay belə eləyib, ay aldadıb filan. Amma biz dəfələrlə demişik, böyük ehtimalla, bəli, öz aralarında həmişə bunların maddi prinsipli baxışı olduğuna görə problemləri olub və qabaracaq getdikcə. Amma 99% bunlar öz aləmlərində oyun oynayırlar. Yəni, kənardakılara özlərini elə göstərirlər. Ki, güya Trump gəldi, fikir verin, gəlməmişdən öncə də Fars körfəzi fitnəsini qaldırdı. Dedi, mən onu ərəb körfəzi edəcəm adını. Google'da öz aləmlərində bunun adını dəyişdilər. Qoydular güya ərəb körfəzi. Həm ərəbləri dediyimiz tamahlandırma, həm də qorxutmaqla son südlərini sağmaq fikirləri ki, bir tərəfdən də Trump güya Qəzzədə atəşkəs filan məsələləri üzrə baş rolu oynamalıdır. Amma Netanyahu bundan narazıdır və hətta bəzi xəbərlər mən bayaq baxdım ki, güya Mossad gedir ərəb ölkələrində Trumpdan casusluq eləməyə. Amma dediyimiz kimi 99% bunlar öz aləmlərində oyun oynayırlar və bu oyunun səbəblərindən biri əgər ərəbləri sağmal inəyi allatmaqdırsa, biri İran daxilindəki liberalların əlindən oynamaqdırsa, biri də Qəzzədə hazırlanan fitnədir. Biz ona görə əvvəl xatırlatma bölümündə dedik ki, müqavimətin sürprizləri ola bilər. Bu fitnəni legitimləşdirsinlər ki, keçən proqram buna toxunduq, bu legitimləşdirmə prosesinə. Həm ərəblər kimi bəzi sağmalların vasitəsilə normalization, ölmüş İbrahim müqaviləsini, Abraham müqaviləsini diriltməyə cəhd eləsinlər və həm də Netanyahunu dəli və başdan xarab olaraq dünyaya göstərməklə güya Netanyahu acıq eləyirmiş kimi Qəzzədə növbəti faciəni yaratmaq istəsin.
Elə təsadüfi deyil ki də, bax elə bu proqramı hazırlamadan öncə mən son xəbərlərə baxdım, proqramı ilə hazırlayırdım bu təhlil üzrə. Gördüm, bəli, Netanyahu deyir ki, biz yenə də Qəzzəni girəcəyik, başlayacağıq var gücümüzlə Qəzzədə. Belə deyək də, deyə bilmir qadın və uşaqları qətliam eləməyə, deyir ki, var gücümüzlə döyüşməyə. Amma Netanyahu özü də yaxşı bilir, keçən proqram dedi, nə hərbi qüvvələri, nə pilotları, nə polisləri artıq 80%, 90% heç bir ruhları, ruhiyyələri, psixologiyaları dəhşətli stressdən qaynaqlanan narahatçılıqlarına görə bu şeylərdə iştirak eləmək istəmirlər. Netanyahu əlinə bəhanə alır. Amma bir maraqlı faktı sizə deyim. 7 oktyabr 2023-cü ildə Tufan-ul Əqsa bunların bütün kəşfiyyat təhlükəsizlik fiyaskosunu dünyaya göstərdi. Bu yaxınlarda hazırlaşırdılar bir qələt eləməyə, yenə nə oldu? Məxfi iclaslarından danışdığı. Yanğınlar başını götürdü və Yəmən bunları titrəməyə saldı. İndi 3-cü qələt eləməyə hazırlaşırlar. Ona görə keçən proqramda və bugünkü proqramın əvvəlində qeyd etdik ki, gələn günlər daha böyük toqquşmalar və daha böyük sürprizləri gözləyin. İndi 3-cü qələt eləmək istəyirlər. Görək burada Allahın hansı qamçısı bunları gözləyir. Amma hər halda bunlar hər vurulub biçarəlikləri artdıqca, əsəbilikləri artdıqca ağıllarını itirirlər. Ağıllarını itirdikcə tələm-tələsik plan qururlar. Tələm-tələsik plan qurduqca isə daha böyük boşluqlar verirlər. Bəli. Ona görə biz təkid edirik və keçən proqramda da qeyd etdik ki, İran İslam Respublikası da Fars körfəzində bəzi ola bilsin ki, sürprizlər olsun, Yəməndən bəzi sürprizlər olsun və adını çəkmək istəmədiyimiz 2 nöqtə var ki, bütün bu dediyimiz sürprizləri də ola bilsin kölgədə saxlasın. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.